İmam Zeynalabdin ağanın bir münacatlarının yenə də birində var. Deyir ki, İlahi əlbəsətniyəl xətaya thawbə məzəlləti. Deyir, ey mənim məbudum, ey mənim Allahım, ey mənim Rəbbim, mənim xətalarım mənə zəlillik köynəyi geyindirib. Və ona görə dünən dedim, ağanın duaları, münacatları xütbədir. Dua ilə bizə başa salır ki, xətalar və günahlar insana zəlillik köynəyi geyindirir. İnsanı etibardan salır, insanı izzətdən salır. Ona görə Allah deyir ki, Allah demir, mən haram elə, mən səni yandırım, mən qüdrətimi göstərim. Yox, ehtiyacı yoxdur buna. Sənə və mənə görə, bizə görə ki, Allah bizi izzətli görmək istəyir. Allah Teala bizi heybətli görmək istəyir. Allah bizi qüdrətli görmək istəyir. Bəli, bütün bunlar. Ona görə valideynin qarşısında insan məsuliyyət daşıyır. Ata-ananın qarşısında insan məsuliyyət daşıyır. Və sonra ailədir, məsuliyyət daşıyır. Övladdır, insan məsuliyyət daşıyır. Yaxınlıq var, bayan nə dedim, yaxınlıq. Yaxınlaşdıqca daha böyüdür məsuliyyət. Ondan aşağı yaxın, bəli, ondan sonra məsuliyyət aşağı. Ta gəlir qohum-əqraba, əmi, dayı, xala, bibi, onların övladları. Silə-i rəhm barədə nə qədər bizdə ayələrimiz var, Qur'an ayəsi. Və onu da yer gəlmişkən deyim sizə, amma ayələri deməyəcəm, vaxt yoxdur. Qur'anda 10 tayfa var ki, Allah Teala onlara lənət oxuyub. 10 tayfa. Onlardan da biri silə-i rəhmi kəsənlərdir. Yəni, yaxın qohumlarla əlaqəni kəsəndir. İnşallah bir zaman olar, bu 10 ayənin, onun da elə yaxşı olar. Məhərrəmdə 10 gecə, hər gecədə bir ayə. Qoy bilək Allah kimi lənətləyib Qur'anda, hansı tayfanı, hansı sifəti. Birdən Allah göstərməsin, xəbərim olmaz Qur'andan, Allah göstərməsin, birdən o əməli eləmiş olaram. Ona görə bunları öyrənməliyik biz Qur'andan, Allahımızın kəlamından. Elə ki, qohum-əqraba qutardı, sonra qonşu, yaxınlığına görə. Sonra ondan, sonra bu cür davam edir. Və sonra bütün insanlar. Həzrəti Əmirul-Müminin Əleyhisselam Osman ibn Hüneyfə məktubunda necə dedi? Çox qiymətli məktubdur. Mən xahiş edirəm, bu məclisdən sonra hər kəsin yadında olsa, inşallah eləyə bilər. Hamında əlhəmdülillah indi telefon var. Telefondan belə şeylər üçün istifadə edib. Telefondan, ümumiyyətlə, Allah bu aləmi belə yaradıb da, istənilən neyməti harama da istifadə eləyə bilərsən, halala da. Allah belə yaradıb. O vaxtı ustadımız bizi uşaq olanda bizi belə başa salırdı. Allah hacını hifz eləsin, bizə belə deyirdi. Hətta bir dəfə həyətdə oturmuşdu, yadıma gəlir. Biz uşaq idi, 10 yaşımız vardı Quran dərsinə gedəndə. Əyildi, yerdən bir dənə daş götürdü, dedi, ağa balası, bu daşın bu tərəfin yaş elən, bu tərəf quru. Atıram göyə, yaş düşsə sən mənə pul ver, quru da olsa mən sənə verəcəm. Oldu haram, haram. Fikir ver. Halbuki o daşdan ötürü sən eləyə bilərdin ki, səliqə yaradasan, küçə düzəldəsən, həyət düzəldəsən. Biraz böyük olsa ondan ev tikə bilərdin, ondan hasar eləyərdin və s. Onu gözələ də istifadə eləyə bilərdin, amma götürdün ondan qumar aləti istifadə elədin. Niyə daşı deyirəm? Elə əl, qüdrət, qaldırdım əlimi. Allah sənə bu qüdrəti verib, əlivi qaldırıb bir yetimin başına sığal da çəkə bilərsən, əlivi qaldırıb bir insanı döyüb incidə də bilərsən, düzdür? İstifadəsi qalıb bizim özümüzə.